İslamın incəlikləri haqqında suallarla qarşınızdayıq. Ühud döyüşündə Peyğəmbərin neçə səhabəsi şəhid oldu? Doğru cavab 70. Həzrəti Əbəlfəzli Abbas hansı imamın övladıdır? Doğru cavab İmam Əli əleyhissalam. Bu adlardan hansı Həzrəti Fatimənin künyələrindən deyil? Doğru cavab Zeynəb-i Kübra. Əncir adlanan surə hansıdır? Doğru cavab Tin surəsi. Beşikdəykən danışan Peyğəmbər hansıdır? Doğru cavab İsa Peyğəmbər. İmam Səccad əleyhissalam hansı ayda şəhadətə çatmışdır? Doğru cavab Muharrem ayı. İmam Əli əleyhissalam neçə il yaşamışdır? Doğru cavab 63. Sual cavabımız burada sona çatdı. Neçə suala düzgün cavab verdin? Cavablarını şərhlərdə yaz, videonu bəyən və kanala abunə ol.